Qoç bürcü 10 may 2025-ci il. Əhvalın dəyişməsi bu günü olduqca çətinləşdirəcək. Başqaları ilə münaqişələrdən qaça bilməyəcəksiniz. Baxış nöqtələriniz həmişə üst-üstə düşməyəcək. Ona görə də qarşılıqlı anlaşmaya nail olmaq kifayət qədər çətin olacaq. Əksər qoçlar həmkarların köməyinə ümid etməməlidirlər. Yaxşı olar ki, özlərinin öhdəsindən gələ bilsinlər. Bir az sonra özünüzü idarədə zədələnmiş münasibətləri bərpa edə, hətta yeni əlaqələr qura biləcəksiniz. Dürüstlük və açıqlıq sizin xeyrinizə işləyəcək. Bir çox vacib məsələlərin həllinə kömək edəcək. Buğa bürcü 10 may 2025-ci il. Yeni nailiyyətlərin vaxtıdır. Siz təsirli nəticələr əldə edə, hətta başqalarının çətin tapdığı işlərin öhdəsindən gələ biləcəksiniz. Bir çox buğa qeyri-adi dərəcədə inandırıcı olacaq ki, bu da onlara lazımi insanlarla asanlıqla danışıqlar aparmaya kömək edəcək. Bəzi köhnə rəqiblər sizin tərəfinizə keçəcək. Səyləriniz diqqətdən kənarda qalmayacaq. Sürətli karyera yüksəlişi olduqca mümkündür. Axşam saatlarında xoş xasiyyətli və mehriban əhval-ruhiyyədə olacaqsınız. Sevdiklərinizlə vaxt keçirmək üçün yaxşı vaxtdır. Xüsusən də bir müddət açıq danışmaq şansınız yoxdursa. Əkizlər bürcü 10 may 2025-ci il. Ulduzlar demək olar ki, bütün gün sizin tərəfinizdə olacaq. Yüngüllük və emosional yüksəliş hissi istənilən sürprizin öhdəsindən gəlməyə kömək edəcək. Bir çox əkizlər təsir edici nəticələr əldə edəcək. Bəzi cəsarətli xəyalları gerçəkləşdirəcəklər. İş problemləri ilə eyni vaxtda ev məsələlərini də həll etməli olacaqsınız. Lakin bu çox yorucu olmayacaq. İdeyalarınız tam təsdiqlə qarşılanacaq. Sübut edilmiş müttəfiqlər onları həyata keçirməyə kömək edəcəklər. Siz pozulmuş dostluqları bərpa edə biləcəksiniz və bu nəinki sizi sevindirəcək, həm də işlərinizin vəziyyətinə müsbət təsir göstərəcək. Xərçəng bürcü 10 may 2025-ci il. Natiqliyiniz, incəliyiniz sayəsində hər kəslə ortaq dil tapacaqsınız. Başqasının nöqteyi nəzərini başa düşmək, ümumi maraqları, dəyərləri tapmaq, güzəştli həllər təklif etmək sizin üçün asan olacaq. Nəticədə bir çox xərçəng əla danışıq və parlaq danışıqlar aparan insanlar kimi şöhrət qazanacaq. Bu istedadlar sizə təkcə çoxlu faydalı əlaqələr qurmağa deyil, həm də yaxşı pul qazanmağa imkan verəcək. Günün sonunda heç bir səbəb olmadan özünüzü narahat hiss edəcəksiniz. Ona görə də bu zaman mühüm qərarlar qəbul etməməlisiniz. Sevimli hobbi, ailə üzvlərinin dəstəyi sizə emosiyalarınızın öhdəsindən gəlməyə kömək edəcək. Şir bürcü 10 may 2025-ci il. Sizi qeyri-adi, firavan gün gözləyir. Bütün məsələlər asanlıqla və uğurla həll olunacaq. Yeni əldə etdiyiniz biliklər faydalı olacaq. Təcrübəli həmkarların məsləhətləri faydalı və vaxtında olacaq. Siz inamla ən iddialı layihələri öhdənizə götürə bilərsiniz. Sübut edilmiş müttəfiqlərin köməyi uzun sürməyəcək. Bir çox şirlər liderlik keyfiyyətlərini nümayiş etdirəcək. Bununla da sürətli karyera yüksəlişi şanslarını artıracaqlar. Qarşınızda bir çox əlverişli perspektivlər açılacaq. Onlardan uğurla istifadə edəcəksiniz. Şəxsi həyatınızda xoş sürprizlər, canlı emosiyalar gətirəcək. Qız bürcü 10 may 2025-ci il. Əgər emosiyalarınızın öhdəsindən gələ bilməsəniz, gün çox problem gətirəcək. Bəzi qız bürcləri həddindən artıq həssas olacaqlar. Bu da başqaları ilə münasibətlərinə yaxşı təsir göstərməyəcək. Siz xırda şeylərə, xırda nöqsanlara yersiz əhəmiyyət verməməlisiniz. Bu işinizin nəticələrinə çox təsir etməyəcək. Lakin bu sizin üçün xoşagəlməz bir insan kimi çox yaxşı reputasiya yarada bilər. Nəzakət və səbir sizə bir çox problemlərdən qaçmağa kömək edəcək. Gün yeni başlanğıclar üçün çox uyğun deyil. Başladığınız işi başa çatdırmağa, sizin üçün vacib olan insanlarla yaxşı münasibətləri qorumağa diqqət edin. Tərəzi bürcü 10 may 2025-ci il. Enerjinizi düzgün istiqamətə yönəltsəniz çox şeyə nail ola bilərsiniz. İmpulsiv davranış, düşüncəsiz hərəkətlər işdə sizə mane ola bilər. Bəzi tərəzilər inadkarlığa və ambisiyaya meyilli olacaqlar. Bununla belə eyni keyfiyyətlər əzmkarlığa çevrilə və iş məqsədlərinə çatmağa yönləndirilə bilər. Bu halda siz özünüzü inamlı lider və yaxşı peşəkar kimi təsdiq edəcəksiniz. Qərar verməkdə çox tələsməyin. Etibarlı müttəfiqlərin məsləhətləri uyğun olacaq. Ona görə də ona qulaq asmaq zərər verməz. Əqrəb bürcü 10 may 2025-ci il. Mümkün qədər tez vacib işlərə başlayın. Səhər saatlarında həmkarlarınız və tərəfdaşlarınızla asanlıqla qarşılıqlı anlaşma əldə edə biləcəksiniz. Danışıqlar üçün əla gündür. Artan cazibəniz sayəsində fikrinizi başa düşəcək və ən sərfəli şərtlərlə müzakirə edəcəksiniz. Bir çox əqrəblər uzun müddətdir gözlədikləri xoş xəbərləri alacaqlar. Günün ikinci yarısı o qədər də uğurlu olmayacaq. Ona görə də bu zaman üçün heç bir mühüm işi planlaşdırmamalısınız. Başladığınız işi bitirin. İşlərinizi qaydasına salın. Ailə və dostlarınıza diqqət etirin. Ox atan bürcü 10 may
2025-ci il. Yaradıcılıq qabiliyyətlərinizin inkişafı sayəsində gözlənilməz şəkildə özünüzü göstərəcəksiniz. Çətin vəziyyətlərdə qeyri-standart həll yolu tapa, özünüzü dəyərli işçi kimi təsdiq edə biləcəksiniz. Bir çox oxatanlar təsir edici nəticələr əldə edəcəklər. Dostluq və əzmkarlıq sizin xeyrinizə işləyəcək. İlk cəhdə hər şeyi əldə edə bilməsəniz belə, istədiyinizə necə nail olacağınıza qərar verəcəksiniz. Dostluq əlaqələri işlərinizə faydalı olacaq. Son vaxtlar tez-tez anlaşılmazlıqların yaşandığı, pozulmuş əlaqələri bərpa etmək, münasibətləri yaxşılaşdırmaq şansınız olacaq. Oğlaq Bürcü 10 may 2025-ci il. İlk növbədə özünüzə güvənin. O zaman istənilən sürprizin öhdəsindən gələ biləcəksiniz. Bir çox oğlaqlar xüsusən də günün ilk yarısında həmkarları və tərəfdaşları ilə fikir ayrılıqlarından qaçmaqda çətinlik çəkəcəklər. Yaxşı olar ki, hakimiyyət orqanlarının diqqətini çəkməməyə və çox zərurət olmadıqca mübahisələrə girməməyə çalışın. Bu, yeni layihələrə başlamaq üçün əlverişli vaxt deyil. Ancaq gündəlik işlərin öhdəsindən yaxşı gələcəksiniz. Əgər kifayət qədər səy göstərsəniz, gələcək üçün yaxşı bir təməl yarada biləcəksiniz. Dolça Bürcü 10 may 2025-ci il. Gün yeni başlanğıclar üçün çox yaxşı deyil. Ancaq işləri qaydasına salmağın, səhvləri düzəltməyin və başladığınız işi başa çatdırmağın öhdəsindən gələcəksiniz. Bəzi dolçalar öz tənqidçiliyi, artan əsəbilik səbəbindən başqaları ilə yaxşı münasibətlər saxlamaqda çətinlik çəkəcəklər. Lakin bir az səy göstərsələr, hamı ilə mübahisədən qaça biləcəklər. Özünüzü bir yerə çəkə bilsəniz, günün qalan hissəsi çoxlu yaxşı fürsətlər gətirəcək. Həyatınızda mühüm rol oynayacaq, maraqlı insanlarla tanış olma şansınız var. Balıqlar Bürcü 10 may 2025-ci il. Günün ilk yarısında bütün vacib işləri görməyə çalışın. Müxtəlif insanlarla əlaqələr qurmaqda əl olacaqsınız. Bir çox balıqlar müvəffəqiyyətlə ifadə edəcəkləri sağlam məsləhətlər alacaqlar. Nüfuzlu insanlarla əlaqələr qura biləcəksiniz. Gəlirdə cüzi artım ehtimalı var. Ofis romantikasının başlanması ehtimalı var. Günün ikinci yarısında diqqətinizi vacib olana yönəltmək, diqqətinizi xırda şeylərə ayırmamaq çətin olacaq. Heç yerdə tələsməməlisiniz. Əks halda gələcəkdə çoxlu problemlər gətirəcək, səhv qərarlar qəbul etmək riskiniz var.